Bir gün İsa Peyğəmbər bir şəxslə yola çıxdı. Yola çıxdılar, gəldilər, çatdılar bir yerə. Çatandan sonra İsa Peyğəmbər həmən şəxsə dedi, ged yaxın kənddən bir çörək gətir, yey. Həmən şəxs getdi, 3 dənə çörək götürdü. Gəldi İsa'nın yanına, gördü İsa Peyğəmbər namaz qılır. O çörəklərdən birini gizlin yedi. Onu yiyib qutarandan sonra İsa Peyğəmbər namazı qutardı, qayıtdı. Buna neçə dənə çörək gətirmirsən? Dedi 2 dənə. Dedi 3 idi, yoxsa 2? Dedi 2. Dedi dəqiq deyirsən. Dedi bəli. Yaxşı. Dur gedək, yolumuzu davam edək. Gəldilər, çatdılar bir yerə. Yol götürdülər, çıxmışlar. Bir dənə ceyranı tutdular, kəstdilər. Halaldır da, kəsdi. Kəsəndən sonra yedilər. Sümükləri kediyi qalmışdı. Dedi, bir dənə sənə istəyirəm möcüzə göstərim. Da İsa möcüzə göstərir, ölünü dirildir, deyə bilirsiniz. Dedi, sən diyan qıraqdan bax gör mən neyirəm. Dedi, baxıram. İsa əlin qaldırdı, nə dua elədi, neynədi? Bir də onu gördü ki, o sümüklər cana gəldi, ətrafın bürüdü, təzdən oldu ceyran, qalxdı ayağa, çıxdı getdi. Dedi, gördün bunu? Dedi, gördüm. Dedi, çörək neçədən idi? Qayıtdı ki, 2 dənə. Yenə də bu ayrılmır. Da bu bəsdir də, sənin qabağında ceyran dirildir bu. Bilmir neçədən çörəkdir, yenə ayrılmadı. Dedi, yox, 2 dənə. Dedi, yaxşı. Biraz keçdilər qabağa, keçəndən sonra qabağa 3 dənə küp çıxdı, içi dolu qızılla. İsa Peyğəmbər baxdı o küplərə, baxandan sonra dedi, biri mənim, biri sənin, biri də o çörəyi yiyənin. Baxdı İsa'ya, dedi, onu mən yemişdim. Onu hələ mən yemişdim. İsa Peyğəmbər dedi, bu 3 dənə küpün hamısı sənin, mənə bu lazım deyil. Götür bunları, bizim dostluğumuz tutmaz. Sənlə dost olmaq deyməz. Sən Allah'ı, imanını satırsan bir dənə çörəyə, küp qızıla, nə yol çıxım səndən? Deyir, yaxşı, sağ ol. Deyir, İsa Peyğəmbər bunu qoydu, çıxdı, getdi. 3 nəfər deyib, başqa şəxs gəldi. 3 nəfər ki, başqa şəxs gəldi, deyib, gördü ki, bu şəxs, qızıl küplər bunun yanında, 3 nəfərdir bunlar, dedi, gəl birləşək, bunu öldürək. Onsuz da bu bir nəfər nə inəcək bizə? O 3 nəfər bunu öldürdü. O küpləri götürdü. Ondan sonra o 3 nəfərdən ikisi birinə qayıtdı ki, get bizi üçün çörək gətir, yemək gətir, yeyək, sonra buradan çıxaq gedək. O 3 nəfərdən biri getdi çörək gətirməyə, ikisi qaldı. O bir nəfər getdi çörəyi götürdü, yeməyi götürdü, fikirləşdi ki, bu yeməyə qoy zəhər qatın, o 2 nəfər ölsün, o mənə qalsın. Bu bunu fikirləşdi, o 2 nəfər də oturdu, bir-birinə fikirləşdi, bəlkə bu qayda necə biz də başqa iş görəydik, neyiniyək, o gəlsin, biz də onu öldürək. Dedi, yaxşı, həmən qayıtdı şəxs, o 2 nəfər onu öldürdü, sonra bunlar yeməyə yedi, bunlar da öldü, 4'ü də öldü, İsa Peyğəmbər qayıtdı. Qaydanda gəldi, gördü 4 nəfər, 4'ü ölüb. Dedi, bax, dünya budur. Dünya budur. Dünya hərisi belədir. Dünya, dünyaya aşiq olanı, dünyaya görə imanın, Allahın, dinin satanı bu günə qoyar. Xəsrət dünya vəl-axirə. Həm dünyası çıxdı əlindən, həm ahirəti çıxdı əlindən. Bəli, dünya budur. Bundan başqa bir şey deyil ki. Başqa şəkildə Allah bunu bizə göstərir də. Axırda nə verir bizə bir dənə? Dünyadan gedəndə kəfən. O da onun misalıdır da. Sadəcə olaraq biz bunu həmişə görmüşük, bu daha bizə adi gəlmir. Deyir, elə belə də olmalıdır. Biz bunu adiləşdirmişik. Biz başa düşmürük ki, dünyadan gedəndə bir dənə kəfənlə gedəcək. Qutardı, getdi. Dünyanın sərvətin ki, yığmışdım özümdən, sərvətin qoyub getməliyəm, bu qanundur. Bunu şahlar qoyub gedib. Dünyanın sultanları qoyub gedib, həmən dünyanın sultanların qoyduğu, getdiyi mülkə indi sən sahib olmuşsan ki, bir dönəmdə gələcək, sən geyəcəksən, başqaları sahib olacaq. Başqa bir şey yoxdur ki. Ondansa indidən göndərim də Allaha. Göndərim Allaha, Allah orada versin də mənə.
Niyə saxlayıram özümdəki? Özümdə qalsa başqasının olacaq, özümdən versən özümün olacaq. Bu budur, qutardı getdi, başqa bir şey deyil. Kimdisə belə deyil, mən hazıram sübut edeyim. Başqa sözləri deyə bilərəm. Dünya belədir.